Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün danışırıq sizlə həndəsə optika 1-ci, 2-ci bölmənin izahına və bir neçə dənə test nümunəsinin izahına baxacağam. Deməli, həndəsə optika nəyi öyrənir? İşıq hadisələrini öyrənən fizika bölməsidir. İşıq dualizm xassəsinə malikdir. Dualizm dedikdə, yəni ikili xassə nəzərdə tutulur. İşıq həm zərrəcik, həm də dalğa xassəsinə malikdir. Zərrəcik xassəsinə malik olması Newton tərəfindən, dalğa xassəsinə malik olması isə əsasən Huygens tərəfindən verilmişdir. Deməli, işıq haqqında da 3 dənə əsas qanun dayanır. Birinci qanuna görə deyirik ki, işığın düz xətt boyunca yayılma qanunu. Bağışlayın. İşığın düz xətt boyunca yayılma qanunu. Düz xətt boyunca yayılma qanunu deyəndə nə nəzərdə tutulur? Misal üçün, adi bir nümunə. Gözümüzə deyək ki, işıq düşür və əlimizlə o işığın qarşısını kəsə bilirik və işıq əyilib təkrardan gözümüzə düşmür. Bu işığın düz xətt boyunca yayılma qanununun sübutudur. Yəni, əgər əyilsəydi, demək ki, düz xətt boyunca yayılmış olmazdı. Kölgənin əmələ gəlməsi düz xətt boyunca yayılma qanununu izah edir. Düz xətt boyunca yayılma qanununa aid məsələlərdə misal üçün deyir ki, uzunluğu tutaq ki 3 metr olan dirəyin tutaq ki kölgəsinin ölçüsü 2 metrdirsə, onun yanında da perpendikulyar istiqamətdə dayanmış, yəni eyni bucaq altında dayanmış tutaq ki 1 metr uzunluğunda cismin kölgəsinin hündürlüyü nə qədərdir? Üçbucağın oxşarlıq qanununa görə 3 metrin 2 metr olan nisbəti 1 metrin onun kölgəsinin hündürlüyünə olan nisbətinə bərabərdir. Asılılığı ilə tapırıq. İkinci qanun işığın qayıtma qanunu. İşığın qayıtma qanunu, misal üçün, belə bir səth çəkirik, yəni iki mühiti ayıran sərhəd. Yuxarı deyək ki, birinci mühitdir, aşağı isə ikinci mühitdir. Buna deyilir düşən şüa, yəni oxla göstərilir. Düşmə bucağını tapmaq üçün şüanın düşdüyü nöqtəyə perpendikulyar çəkilir. Düşən şüa ilə perpendikulyarın arası alfa düşmə bucağını göstərir. Buna isə deyilir qayıdan şüa. Qayıdan şüa ilə perpendikulyarın arası isə qayıtma bucağını göstərir. İşığın qayıtma qanununa görə İşığın qayıtma qanununa görə uşaqlar düşmə bucağı qayıtma bucağına həmişə bərabər olur. Yəni, misal üçün desək ki, düşmə bucağı 50 dərəcədir, qayıtma bucağı neçə dərəcədir, o da 50 dərəcə olmuş olacaq. Deməli, təkrar eləyək. Dedi ki, düşən şüa ilə perpendikulyar arasındakı bucaq düşmə bucağıdır. Qayıdan şüa ilə perpendikulyar arasındakı bucaq qayıtma bucağıdır və düşmə bucağı qayıtma bucağına həmişə bərabərdir. Deməli, üçüncü işığın sınma qanunu. İşığın sınma qanunu. Sınma qanunu haqqında danışmamışdan öncə uşaqlar mühiti xarakterizə edən bir kəmiyyəti öyrənək. Mühiti xarakterizə edən kəmiyyət N sındırma əmsalı adlanır. Yəni, ola bilər ki, mühitdəki zərrəciklər bir-birinə çox yaxındır və yaxud da ola bilər ki, mühitdəki zərrəciklər bir-birindən çox uzaqdır. Əgər zərrəciklər bir-birinə çox yaxın formada yerləşibsə, buna deyilir optik sıx mühit. Sıx mühit. Zərrəciklər bir-birindən çox aralıdırsa, buna deyilir optik seyrək mühit. Sıx mühitin sındırma əmsalı N1 seyrəkdə N2 işarə etsək, sındırma əmsalı sıx mühitdə daha çoxdur. Sındırma əmsalının düsturu N bərabər ya S böl V-dir. S bilirik işığın vakuumdakı sürətidir, V mühitdəki sürətidir və yaxud da lambda 0 bölünsün lambda, yəni vakuumdakı dalğa uzunluğunun mühitdəki dalğa uzunluğuna nisbətidir. Təbii ki, vahidi yoxdur. Çünki sürətə dalğa uzunluğuna bölürük. Bir də var nisbi sındırma əmsalı. Nisbi sındırma əmsalı ikinci mühitin sındırma əmsalının birinci mühitin sındırma əmsalının nisbətidir. Təbii ki, bunun da yenə də vahidi yoxdur. Deməli, uşaqlar, sındırma əmsalının sınma qanunu izah eləməmişdən öncə belə bir təcrübə sizin üçün göstərim. Fərz eləyək ki, bu optik sıx mühitdir. Digəri isə ikinci mühit optik seyrək mühitdir. Bura N1, bura N2 olsun. Deyək ki, işıq şüası gəlir, birinci mühitdən düşür və nə olacaq? Buradan keçib, bu biri ikinci mühitə doğru gedəcək və bu ara hissələr arasındakı məsafə hər ikisində deyək ki, eyni qədərdir. Yəni, eyni qədər məsafə qət edir hər ikisinin arasında. Deməli, fərz eləyək, sındırma əmsalı hansında daha böyükdür? Görürük, sıx olanda N1 N2-dən böyükdür. İndi sürəti müqayisə edək. Uşaqlar, əgər mühit sıxdırsa, orada zərrəciyin keçmə sürəti daha ləncdir. Çünki maneələr çoxdur. Amma seyrək mühitdə daha sürətlə keçib gedir. Deməli, sürət
sındırma əmsalından tərs mütənasib asılıdır. Bucaq da sürətlə düz mütənasib olduğuna görə alfa 2 böyükdür alfa 1. Birinci mühitdə zərrəcik çox olduğuna görə daha böyük bucaq altında meyl edə bilmir. İkinci mühitdə zərrəcik az olduğuna görə daha böyük bucaq altında meyl edə bilir. Həmçinin dalğa uzunluğu yenə də lambda 2 lambda 1-dən böyükdür. Və gələk zaman məsələsinə. Fərz eləyək, eyni qədər məsafəni sıx mühitdən keçərkən işıq daha çox vaxt itirər, yoxsa seyrək mühitdən? Sıx mühitdən keçərkən təbii ki, daha çox vaxt itirər. Onda buradan yaddaş üçün belə bir dənə qayda veririk ki, sındırma əmsalı bir dənə nədən düz asılıdır? Zamandan, qalan hər şeydən necə asılıdır? Tərs mütənasib. Misal üçün, sınma qanununda iki mühiti ayıran bir sərhəd çəkirik, perpendikulyarımızı çəkirik. Buna deyilir nə? Bayaq dedik, düşən şüa. Bu olur düşmə bucağı. Bu qaydan şüa. Bu da eynidir deyə bunu da alfa qayıtma bucağı. Bu da deyirik ki, tutaq ki, sınan şüa. Uşaqlar, bu gəldiyi kimi keçsəydi, tutaq ki, belə-belə keçərdi. Amma gəldiyi kimi keçməyib, belə keçib. Yəni, bucağı nə olub? Kiçilib. Bucaq kiçilibsə, yəni alfa böyükdür betadan. Bura birinci mühitdə N1. Bu tərəfdən qoy yazım. Burada ikinci mühitdə N2. Bucaq kiçilibsə, deməli burada ikinci mühitdə zərrəciklər çox sıxdır ki, bu böyük bucaq altında yayıla bilməyib. Yəni bunun bucağı kiçilib. Deməli bucaq cəhətdən bucaq cəhətdən deyirik ki, alfa betadan görürük ki, böyükdür. Deməli sındırma əmsalı onda hansında daha böyükdür? Birincidə. Yəni birinci daha sıx mühit imiş. Orada işıq daha böyük, çox üzr istəyirəm. Deməli birinci daha seyrək mühit imiş. Yəni yuxarını belə mühit kimi xarakterizə eləsək, bu seyrək idi. Burada daxil olma bucağı, düşmə bucağı böyük idi. Digər mühitə keçəndə bucaq kiçildi. Çünki nə oldu? Sıx mühitə keçməyə başladı. Sürəti müqayisə eləyə bilərik. Sürət də yenə V1 V2-dən böyük olacaq. Çünki sürət nədir? Bucaqla eynidir. Lambda da lambda 1 böyüdür, lambda 2 olacaq. Zaman isə tərsinə T2 böyüdür, T1 olacaq. Sınma qanunu bu formada yazılır. Sinus alfanın düşmə bucağının sınma bucağına olan nisbəti bərabərdir N2-nin N1-ə olan nisbətinə. Çünki sındırma əmsalından tərsdir. V cəhətdən isə V1-in V2-yə və yaxud da lambda 1-in lambda 2-yə olan nisbətinə bərabərdir. Bu ifadəyə deyilir işığın sınma qanunu. İndi nümunələrə baxacaq sizinlə. Sonra tam daxili qayıtma məsələsi var. Hər mühit üçün elə bir bucaq var ki, işıq həmin mühitə, həmin o alfa 0 bucağı deyilir, limit bucağı. Limit bucağı altında düşəndə işıq ikinci mühitə, yəni bura keçmir, mühit boyunca tam yayılır. Yəni sınma bucağı olur 90 dərəcə. Buna deyilir tam daxili qayıtma hadisəsi. Tam daxili qayıtma zamanı görürük ki, ikinci mühitdə bucaq, yəni daxildən qayıtdığına görə ikinci mühitin bucağı, sınma bucağı nəyə bərabər olur? 90 dərəcəyə. Bu nə zaman baş verir? Bucaq limit bucağına, yəni 2 dənə şərt daxilində olur. Ya düşmə bucağı limit bucağına bərabər olmalıdır, ya da limit bucağından böyük olmalıdır. Yəni minimum bucaq var ki, ya o bucaq altında salmalıyıq, ya da ki o bucaqdan böyük bucaq altında salmalıyıq. Sındırma əmsalı isə tərsinə N1, N2-dən böyük olmalıdır. Yəni, əgər ikinci mühitə keçəndə, baxırıq, buradan bura keçəndə bucaq artdısa, deməli, sındırma əmsalı nə olmalıdır? Azalmalıdır. Bu, ona aid topluda sualımız da var. Tam daxili qayıtma üçün, deməli, nə dedik? İşıq ikinci mühitə keçmir, səth boyunca yayılır, sınma bucağı 90 dərəcə olur və iki şərt daxilində mümkün olur. Ya bucaq limit bucağından böyük olmalıdır, ya da sındırma əmsalı kiçilməlidir. Bu da belə prizma üzərindən işığın qayıtma qanunu var. Misal üçün, ona aid suallar əslində məsələ üzərindən də deyə bilərəm, amma biraz buradan danışaq, sonra məsələdən keçək. Tutaq ki, işığı belə göstərir, gəldi, bura düşdü. Misal üçün, buradan da deyək ki, qoyuruq, bu olur bizim nəyimiz? Alfa, düşmə bucağımız. Deyək ki, bundan sonra da buradan keçir, belə deyək ki, sınır. Bu da olur nə? Bizim qayıtma bucağımız. Sındırma əmsalı, prizmanın sındırma əmsalı M1-dir. Çölə çıxdığına görə bura havadır. Havanın sındırma əmsalı uşaqlar 1 götürülür. Onda yazırıq ki, sinus alfanın sinus beta'ya olan nisbəti qaydamız nə idi? N2-nin N1 olan nisbətinə. Buradan da sinus alfa bölünsün sinus beta. İkinci mühit havadırsa 1 bölünsün N1 düsturu ilə müəyyən olunur. Yox, əgər prizmada göstərsə ki, işıq gəlir, düşür,
səth boyunca tam şey olur. Misal üçün gəldi düşdü. Düşəndən sonra göstərir ki, səth boyunca belə yayılır. Bu artıq tam daxili qayıtma hadisəsinə gəlib çıxardır. Bu da prizmanın sındırıcı bucağıdır. Onda misal üçün bura alfadır. İkinci mühitdə sındırma bucağı 90'dır da. Onda olur sinus alfanın sinus 90'a olan nisbəti bərabərdir n2'nin n1'e olan nisbətinə. Bura n2, bura n1. Sinus alfa sinus 90'da 1 alır. n2 havadır. Bu birisi də 1'dir deyə. Sinus alfa bərabər olur 1 bölünsün n-ə. Buna yenə də bayaqçı məsələ deyilir tam daxili qayıtma. Sonra güzgülər haqqında var. İki cür güzgü var uşaqlar. Müstəvi güzgü, bir də sferik güzgü. Müstəvi güzgü adi evdə istifadə elədiyimiz güzgülərdəndir. Müstəvi güzgü misal üçün budur, bunu qoyduq. Ta ki cisim güzgüdən AB cismi güzgüdən deyək ki 10 sm məsafədədirsə, onda bu güzgünün xəyalı da güzgüdən 10 sm məsafədə olacaq və A hardadırsa orada, B hardadırsa B-nin də orada xəyalı alınacaq. Yəni bu güzgüdə alınan cisim simmetrikdir, xəyalı simmetrikdir. Sonra xəyal düzünədir. Yəni düzünə nə məna deməkdir uşaqlar? Yəni bax burada A burada, A burada, B burada, B burada. Yəni ox yuxarı, ox yuxarı bu düzünə olması deməkdir. Və xəyal düzünə olan xəyala ad verilir məfhumi xəyal. Və 4 deməli xəyal necə alınır? Cismin özü boyda alınır. Yəni biz güzgüyə baxanda özümüzü özümüz boyda görürük. Nə böyüdülmüş, nə kiçildilmiş şəkildə görmürük. Və sferik güzgü var, növbəti güzgü. Sferik güzgü deməli linzaların xassələri ilə eynidir. Sferik güzgü iki yerə ayrılır. Misal üçün bu deməli baş optikoq. Baş optikoqla güzgünün kəsişmə nöqtəsi, təpə nöqtəsi. Bu bunun optik mərkəzi. Optik mərkəzlə təpənin arasında yerləşir. Deməli fokus nöqtəsi. Optik mərkəzə əyriliç radiusu da deyilir. Əyriliç radiusu fokusun 2 qatına bərabərdir. Deməli uşaqlar, əgər biz cismi tutaq ki, buradan qoyuruqsa, AB cismi, onda biz bu güzgüyə necə güzgü kimi baxmış oluruq? Çökük sferik güzgü kimi. Çökük. Nədər oldu çökük olması? Bax, bunun iç tərəfindən, bura baxırsanız, bu tərəfindən doğru alınırsa xəyal, çökük sferik güzgüdür. Çökük sferik güzgüdə şüaların alınma xətti necə olur? Şüa cismin qurtaracağından gəlir, bu baş optik oxa perpendikulyar, sonra gəlib sınandan sonra bu tərəfdən, çökük güzgü şüaları daxilindən qaytarır deyə, buradan F-dən qaytarır. Bax, çökük güzgüdə cismin xəyalının alınması budur. İndi gələk qabarıq sferik güzgüyə. Qabarıq sferik güzgü bu formadadır. Yenə də təpə nöqtəsi, optik mərkəz, daha doğrusu fokus, optik mərkəz. İndi burada tutaq ki, deyək ki, cismin gətirdiyi qoyduq bura. Burada şüa gəlib dəyəcək. Dəyəndən sonra, bunu nazi ilə verim. Dəyəcək. Dəyəndən sonra bu qabarıq sferik güzgü olduğuna görə qabarıq güzgü şüaları səpir. Buradan bu geriyə doğru səpiləcək. Bu səpintinin uzantısı, təbii ki, güzgünün bu tərəfində də yenə fokus nöqtəsi var. Bu da 2 qat fokus gedir də. Uzantısı F-dən keçəcək. Bu da nədir? Qabarıq sferik güzgüdə cismin xəyalının alınmasıdır. Gəlin bir 2 dənə nümunəyə baxaq toplu üzərindən. Misal üçün fərqli nəsə bir görüm nümunə görürəmsə izah eləyim. Və 11-ci sual bayaq dediyimizdir. Bu çökük sferik güzgüdür. Çökük olduğuna görə gəlib buradan nə olacaq? Fokusdan keçəcəklər hər ikisi. F-dən keçən düzgün variant D variantıdır. Misal üçün 3-cü sualda müstəvi güzgüdə alınan xəyal deyir. Düzgün cavab A variantıdır. Niyə? Burada A-nın məsafəsi ilə A ştrixin məsafəsi eynidir. B-nin məsafəsi ilə B ştrixin məsafəsi eynidir. Digərləri niyə yanlışdır uşaqlar? Baxın. Burada B yuxarıdadır, burada A yuxarıdadır. Səhvdir. Burada B bu qədər məsafədədir, amma B ştrix bu qədər. Yəni simmetriklik pozulub. Burada ox bu istiqamətdədir, burada isə tamam bu istiqamətdə. Yenə yanlışdır. Burada da yenə quruluş forması yanlışdır. İkinci sual, müstəvi güzgüdən xəyala qədər olan məsafə. Bayaq dedik, simmetrikdir, yəni düz mütənasibdir. Yaxınlaşdıqca yaxınlaşır.
Təbii ki, nəzəriyyədə oxumağımız şərtdir də, yəqin ki, bunu deməyə ehtiyac yoxdur. Tutaq ki, 20-ci sual, bayaq dediyimiz üçbucağın oxşarlıq qanunu əsasəndir. Deyir ki, uzunluğu 2 metr olan şaquli xəttkeşin kölgəsi 1 metrdir. Cismin uzunluğu 2 metrdir, xəttkeş 1 metrdirsə 2 dəfə fərqlənir. Onda evin kölgəsi 10-dursa, evin uzunluğu 2 dəfə çox olmalıdır deyə olur 20 metr. 21-ci sual. Şüanın düşməsi bayaq dediyi düşmə qayıtmaya bərabərdir. Uşaqlar, bu burada hansı bucaq altındadırsa, baxın, bu damanın diaqonalı boyuncadır da. Deməli, bu damanın da diaqonalı boyunca hərəkət edəcək. Gəlib düşəcək bura. Bura düşəndən sonra da təkrardan düşdüyü istiqamətdə diaqonal boyunca qayıdacaq. Deməli, K nöqtəsindən çıxmış olur. Belə bir sualımız var. Deyir ki, S nöqtəsindən baxanda, yəni buradan tutaq ki, bir dənə göz baxır. Deyir, burada da A, bunu biraz mən başqa şeylə verim. Deməli, burada da A cüzgüsü var. A cüzgüsündən baxanda deyir ki, bunlardan hansını görəcək? Yəni, bu 3, 4, 5, 1, 2-dən hansını görəcək? Uşaqlar, güzgüdə xəyalın alınmasının qaydası budur. C-dən gəlir, bura Şuşa düşür. Güzgünün qurtaracağını. Hansı bucaq altında düşdüysə, həmin bucaq altında da geri qayıdır. Qayıtdı. Bir Şuşa budur. İkinci Şuşa da bu güzgünün qurtaracağını gəlir, düşür. Yenə hansı bucaq altında düşübsə, həmin bucaq altında da gəlir, qayıdır. Bu arada olan nə varsa onu göz görür. Yəni, nəyə görürük? 3-ü görürük. Təkrar eləyirəm. Bu güzgünün bir Şuşa başlanğıcına gəldi, dəydi istiqamətdə qayıtdı. Digəri isə sonuna gəldi istiqamətdə qayıtdı. İki dənə qaydanın arasında olan məsafə bizim görmə məsafəmizə uyğundur. Belə. Və ikinci bölmədən, misal üçün nümunələrdən deyək, sadə sualları qoyuram kənara. Onları yəqin ki, mənimsəyəcəksə, onlarda bir çətinliyiniz olmayacaq. Misal üçün, burada sındırma əmsallarını verir, deyir, məsafəni müqayisə ilə. Şüşənin qalınlığı almazın qalınlığından neçə dəfə böyük olmalıdır. D şüşə bölünsün, D almaz. Bayaq qaydada dediyi ki, sındırma əmsalı bir dənə zamandan düz asılıdır. Onda burada N almaz bölünsün, N şüşə olacaq. Almazın sındırma əmsalı 2,4 bölünsün 1,5. Çıxacaqsınız cavaba. Mesela 12-ci sualda deyir, limit bucağı 41-dir. Nə zaman tam daxili qayıtma baş verir? Bayaq dedik ki, şərt alfa böyükdür, alfa 0 olmalıdır. 41-dən böyük olanda, yəni 42-dən. Zaten variantların hamısı 41-dən balacadır. Mesela 24-cü sual. Deyir ki, sınma bucağını hesabla, yəni bettanı istəyir. Bura birinci mühitdir, bura ikinci mühitdir. Necə yazırıq? Sinus 60 böl sinus betta bərabərdir n2 bölünsün n1'ə. Sinus 60'da alıb kök 3 bölünsün 2. Sinus beta öz yerində. N2 havadakı prizma üzərinə. N2 prizmadır. Prizmanı verib burada 3. Onu da bura qoyuram. Kök 3. Havanın da sındırma əmsalı 1'dir. Kök 3'lər gedir. Sinus beta bərabər olur. 1 bölünsün 2'yə. Sinus da 2'də 1 harda alır? 30 dərəcədə. Cavab olur 30 dərəcə. 25-26 qəbulda ən çox düşən suallardan biridir. Limit bucağı ən kiçikdir deyirsə, deməli sındırma əmsalı ən böyük olmalıdır. Variantların içində ən böyük 1/6-dır. 3-cü şüşənin B variantı. Misal üçün 30-cu sual. İşıq şüası havadan sındırma əmsalı n olan mühitə keçir. Düşənlə qaydanın arasındakı 60-dır. Düşənlə qaydanın 60-dırsa, deməli düşmə bucağı neçədir? 30. Sinus 30. Bu oldu düşmə. Sınma bucağını deyir tap. İşıq şüa havadan, hava birinci mühitdir, n1 1'dir. Sındırma əmsalı n olan mühitə keçir, n2 də n-dir. Qaydamız necə idi? Yazırıq, sinus 30'un sınma bucağı sinus, tutaq ki, betaya olan nisbəti bərabərdir n2 bölünsün n1'ə. Sinus 30 alır 2'də 1, böl sinus beta, ikinci mühit n-dir, birinci mühitdə havada deyə n. Buradan da sinus betanı tapanda olur 1 bölünsün 2n. Cavab C variantı. Misal üçün, bu suallar əvvəldə topluca düşürdü, amma belə şəkil vermirdi. Sındırma əmsalı zamandan düz asılıdır. Zamandan düz asılıdırsa, deməli düzgün cavab Y variantıdır. Misal üçün, 45-ci sual. Sındırma əmsalını müqayisə ilə. Uşaqlar, birincinin bucağı bu qədərdir. İkincinin bucağı bu qədərdir. Perpendikular arası. Üçüncünün bucağı bu qədərdir. Bucaq cəhətdən 3 böyüdü 2'dən, o da böyüdü 1'dən.
Sındırma əmsalı bucaqdan tərsdir deyə bunun tam tərsini götürəcəm. Yəni 1 bölü 2 bölü 3. Cavab da variantı. Məsəl üçün 46-cı sualda birincinin bucağı budur. İkincinin bucağı budur. Üçüncünün bucağı budur. Təbii ki, yaş olar. Birincinin bucağı bu tərəfdə olmalıdır. İkincinin bucağı bu ortada olmalıdır. Üçüncünün bucağı da bu tərəfdə olmalıdır. Yenə bucağa görə 3 böyüdür 2, bucağa görə 3 böyüdür 2, böyükdür 1. Sındırma əmsalına görə bunun yenə də tərsini götürəcəyik. Belə. Misal 49-cu sual. Deyir ki, 1 ilə 3-ün sındırma əmsalı eynidir. Onda uşaqlar birinci mühitdə nə tər gedirsə, üçüncü mühitdə də eynisini getməlidir. Birinci mühitdə baxın, damanın diaqonalı boyunca gedir. Onda burada da diaqonal boyunca getməlidir. Deməli, bu da deyir ki, üçüncü mühit daxilində B nöqtəsindən keçib. Onda B-dən diaqonal boyunca qaytarırsan dala. Deməli, ikinci mühitdə yolu hardan gəlibmiş? 3-dən gəlibmiş. Sonra belə.